Hər vaxtınız xeyir. Hər şəraitdə əlinizdən tuta bilən bir resept paylaşıram sizinlə. İstədiyiniz məqamda da masanın üstünə versəniz, hamı bəhbəhlə yeyə biləcəyi şirniyyatdır. Qoz, fındıq, badam, nəyiniz varsa ondan istifadə edə bilərsiniz. İndi gəlin başlayaq. Birinci növbədə içliyini hazırlayırıq. Bu qozdur, doğrayıram. Xəmiri üçün lazım olacaq bizə 2 yumurta, 70 qram şeker veya yarım stəkan götürə bilərsiniz. Yarım stəkanımız olacaq. 1 çimdik duz, bir azacıq vanil əlavə edirik və bunu yaxşıca çalırıq. Çalışın ki, şeker ərisin. Yağ əlavə edirik. Yağ ərinmiş kərə yağı ola bilər. Onu bir balaca qızdırmaq lazım olacaq. İsti-isti yox. Bir azacıq ilıq oldu kifayət. Yəni ərinmiş halda olsun. Və ya bitki yağı əlavə edə bilərsiniz. İstədiyiniz bitki yağından istifadə edin. Yağ 100 ml-dir. İndi unu əlavə edə bilərik. Bir asan reseptləri görmək istəyirsinizsə, videonu bəyənib yaddaşda saxlayın. Təzə videolar çıxanda sizin də xəbəriniz olacaq. Un, nə qədər un lazım olacaq bura? Baxın, xəmiri yoğurarkən istədiyiniz undan istifadə edin. Ürəyiniz hansından istəyirsə. 300 qram un gedir bura. Gördünüz, xəmiriniz çox yumuşaqdır, çox deməli əlinizdə saxlaya bilmirsiniz. Belə onda 350 qram, yəni bir xörək qaşığı əlavə gedə bilər 300 qramdan. Və xəmir gördüyünüz kimi hazırdır. Əlimlə də bastım, gördünüz ki, nə qədər yumuşaqdır. Barmağınız elə bil ki, batır içinə. Qoyun soyuducuya. Yəni, qozu doğrayandan sonra bizə nə lazım olacaq? Şokolad lazım olacaq. İstəyirsiniz dənə-dənə olan şokoladlardan, istəyirsiniz plitka alın, doğrayın, heç fərqi yoxdur. Bir də istədiyiniz mürəbbə olsun. Sevdiyiniz mürəbbə və ya işlətmədiyiniz artıq dənlərini yemisiniz, o şirəsi qalıb. Ondan istifadə edə bilərsiniz. Və ya balı varsa, baldan istifadə edə bilərsiniz. Görürsünüz, nə geniş ərzaqları var. Hansından istəsəz istifadə edə bilərsiniz. Məndə çoxdan qalmışdı o dənə şokoladlar, bundan istifadə edirəm. Yarım saatdan çox keçdi, xəmirimi götürürəm və onu, baxın, istəyirsiniz 3 yerə bölün, istəyirsiniz 2 yerə bölün. Mən 3-ə böldüm düzü. Sonra gördüm ki, yox, çox vaxt aparacaq. Elə belə olsaydı, bəlkə də 3 eləyərdim. Onda daha incə olur, nazik olur və yayırıq. 2 yerə böldüm, yayıram. Yayıram. Məndə mandarin mürəbbəm var idi, keçən ildən qalma. Onu belə qəşəngcə sürtdüm. Üstünə qozu, şokoladı qoydum və indi, baxın, 3 qat olsun. Çox qalın eləməyin. Baxın, bir qatı qatladım. İndi bir də qatlayacağım, bir də alt hissəsi olacaq. Vəssalam, bundan asan şirniyyat ola bilməz. Amma tamı bilirsiniz necədir. Burada mandarin mürəbbəsinin yeri var, sözün düzü. Qabaqdan yeni il gəlir də. Yeni ilin ətri, deməli, bu mürəbbə ilə bir balaca uyğunlaşır. Və digərində yayıram, eyni şəkildə içinə içliyi qoyacağım. Mürəbbəni sürtdüm. Qozu səpirəm və şokoladı da üstündən səpəcəyəm. Bükəcəyəm və salam. Asan, yorucu deyil, vaxt da aparan deyil. Sözün düzü. Hə, deyirsiniz, bəs yarım saat qoyduq, soyuducuda qaldı. Qoymayın. O, sizdən asılıdır. Soyuducuda olanda yayılması daha rahat olur və belə qatlanması da rahat olur. İndi bir qat da üstünə qatlayacağım və salam. Hə, qıraqları əyri-şüyrüşdür, nə olar, olsun da. O görükməyəcək bişəndə. İnanın ki, heç görükməyəcək. Boş tərəflərdən kəsə bilərsiniz. Və indi üstünə yumurtanın ağını çəkirik. Sarısını yox. Təkcə ağını çəkirsiniz və üstündən də şokolad səpirik. Və ya şəkil verə bilərsiniz üstündən. Sobanı salırıq əvvəlcədən, qızdırırıq. Qızdır, belə bir 100 dərəcə qızdı kifayətdir. Ondan sonra
dilimini doğrayacağım. İstəyirsiniz bütöv qalsın, sonra doğrayarsınız masaya verəndə. Onda oxalana bilər, sizi narahat edə bilər. İndidən götürün. Elə soba tavasında kəsin. İstədiyiniz ölçüdə, istədiyiniz formada kəsə bilərsiniz. 180 dərəcəlik sobada və ya 175 dərəcəlik sobada bişirin. Nə qədər vaxt lazım olacaq? 30 dəqiqə, yarım saat daha doğrusu. Bir azacıq gördünüz ki, qızarır. Deməli hazırdır. Baxın, görürsüz bişdi. Bişəndən sonra yaxşıca soyuduruq və ağzı bağlı qabda uzun müddət saxlamaq olar. Yəni ki, qalsa. Şərqə xanımdan bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.